götürürsünüz bir kənd yumurtası, mütləq kənd yumurtası. Onu sındırırsınız, bir qaba tökürsünüz. Üzerine yaşıl çay dəmləyirsiniz. Yaşıl çayın dəmlənmiş yaşıl çay əlavə edirsiniz və üzerine Hint qozunun yağını əlavə edirsiniz bir qaşıq. Sonra onu yaxşı qarışdırırsınız. Saçınıza çəkirsiniz və hər gün dilə bilərsiniz. Bir gündən bir dilə bilərsiniz. Heç cür imkanınız olmasa, heç olmasa həftədə bir dəfə. Ancaq gündəlik eləmək daha yaxşıdır. 2 aydan sonra saçınızın rəngi, orada melanin pigmenti bərpa olunduğu üçün saçınız öz rəngi, öz qara rəngini almağa başlayacaq. 3 aydan sonra bir mənalı şəkildə saçınızın rəngi qaralacaq. Öz təbii rəngini alacaq. Həm də saçın tökülməsini dayandırır, saçın qırılmasını dayandırır. Yəni saçın qidalanması da yaxşılaşır, təbii ki.